İfadə məktəbimizin müəllimi Rafiq Məmmədov və şagirdləri. Qarmonda ifadə birinci sinif şagirdi Əmrova Fatimə müşayiət edir Əsmət Cəmizzadə. Bu hissədə Sənsiz romansının ifadəçisi Ceyhun müəllim, buyurun dinləyin. İfa edir məktəbimizin üçün sinif şagirdi İbişov Ələsəl. Burada bir karşı çabuk bahane burada bir karşı çabuk bahane burada Musiqiçilərin nəzər diqqətini ona cəlb edirəm ki, bu əsərdə Azərbaycan musiqisinin təhlil və tədqiqindən əmələ gələn yeni teoremalar meydana gəlir. Ümid edirəm ki, musiqiçilərin o teoremalara nəzər yetirib, musiqi elminin və musiqi sənətinin yeni yollarla tərəqqi etməsi məsələsinə daha ciddi əhəmiyyət verəcəkdirlər.